Bələdiyyə vergisi qanunidirmi? İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının vergi məcəlləsinə əsasən bələdiyyələr tərəfindən yerli vergilər toplanılmaqdadır. Həmin yerli vergilərə misal olaraq fiziki şəxslərin mülkiyyətində olan əmlaka görə ödədikləri əmlak vergisini və ya fiziki şəxslərin istifadəsində və yaxud mülkiyyətində olan torpaq sahələrinə görə ödədikləri torpaq vergisini qeyd etmək olar. Onu qeyd etmək lazımdır ki, əgər sizin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqları sizə məxsus əmlakınız varsa, bu zaman siz bələdiyyə vergisi verməlisiniz. Bələdiyyə vergilərinin ödənilməsi üçün yerli bələdiyyələr tərəfindən avqustun 1-nədək sizə tədiyyə bildirişləri təqdim edilməlidir. Həmin tədiyyə bildirişlərində sizin vergi borcunuz qeyd edilməlidir. Tədiyyə bildirişini aldıqdan sonra bildirişdə qeyd edilən məbləği 2 hissəyə bölərək avqust ayının 15-nə qədər bir hissəsini, noyabr ayının 15-nə qədər isə bir digər hissəsini ödəmək hüququna maliksiniz. Onu da qeyd etmək istərdim ki, qeyd edilən müddətlərdə vergi ödənişləri həyata keçirilmədiyi təqdirdə vergi qanunvericiliyinə əsasən 0,1% olmaqla sizə cərimə faiz dərəcəsi hesablana bilər.